Hər vaxtınız xeyirli olsun. Siz Hostok platformasındasınız və sizinlə mən Ramazanov Deniz. Burada qonaqpərvərlik haqqında danışırıq. Bu videoda SOP və LSOP-dən danışacağıq. SOP və LSOP adətən idarəetmədə, restoran, otel və digər xidmət sahələrində istifadə olunan terminlərdir. SOP standart operating prosedur. Azərbaycan dilində standart əməliyyat proseduru deməkdir. Bu, müəyyən bir işin və ya prosesin hər dəfə eyni keyfiyyətdə və eyni qaydada yerinə yetirilməsi üçün yazılmış addım-addım təlimatdır. Məsələn, restoranda qonağı qarşılamaq üçün yazılan addımlar SOP qaydaları sayılır. LSOP Local Standard Operating Procedure Azərbaycan dilində yerli standart əməliyyat proseduru deməkdir. Bu SOP-nin yerli şəraitə, mədəniyyətə, mentalitetə və müəssisənin öz qaydalarına uyğunlaşdırılmış versiyadır. Yəni beynəlxalq və ya ümumi standart əsas götürülür, amma yerli bazara və müəssisəyə xas detallar əlavə olunur. Məsələn, beynəlxalq SOP-də qonağa içki təqdim et qeyd olunubsa, LSOP-də qonağa yerli ənənəyə uyğun xoş gəldin içkini təqdim et qeyd oluna bilər. Qısaca desək, SOP hamı üçün eyni standart qaydalardır. LSOP isə eyni standart, amma sizin iş yerinizə və mühitinizin tələblərinə uyğunlaşdırılmış qaydalardır. Bu videoda da SOP və LSOP haqqında danışdıq. İzləmədə qalın və ən əsası öz işinizi və peşənizi sevin.